Şəffaf və sürüşkən axıntı yumurta ağına bənzər. Ovulyasiya dövründə aybaşı siklinin ortasında qoxusuz, rəngsiz, yapışqan və uzanan axıntıdır. Bu axıntı tamamilə normaldır və hamilə qalmaq üçün əlverişli dövrü göstərir. İkincisi, süd rəngli axıntı. Aybaşdan əvvəl və ya sonra incə, yüngül, qoxusuz və qaşınmasızdır. Əlavə simptom yoxdursa, bu da normal sayılır. Üçüncüsü, ağ və qalın pendirə bənzər axıntı. Qatı, ağ, bəzən toplanmış, qaşınma və ya yanma ilə müşahidə oluna bilər. Bu çox vaxt kandida, göbələk infeksiyası əlamətidir. Dördüncüsü, sarı və yaşıl rəngli axıntı. Yapışqan, kəskin qoxulu, çox vaxt pis balıq qoxusuna bənzərdir. Qaşınma, ağrı, yanma ilə birgə ola bilər. Bakterial infeksiya və cinsi yolla yoluxan infeksiya ola bilər. Təcili həkimə müraciət edilməlidir. Beşincisi, qəhvəyi axıntı. Aybaşdan əvvəl və ya sonra keçmiş menstruasiya qanının çıxışıdır. Normal ola bilər. Amma əgər davamlıdırsa, qoxuludursa, aybaşı xaricində çox görünürsə, hormonal pozğunluq, polip, infeksiya nadir hallarda xərçəng ola bilər. Altıncı, qanlı qırmızı axıntı. Aybaşdan kənar, cinsi əlaqə sonrası olarsa, təhlükəli ola bilər. Hormonal disbalans, servikal eroziya, polip, uşaqlıq boynu xərçəngi və başqa ciddi səbəblərdən ola bilər. Mütləq ginekoloq müayinəsi lazımdır.